Bandan istifadə edərək React applikasiyası düzəldəcəyik. Ona görə ban saytına gedirik. Axtarış yerinə ban.com yazsaq, bu sayt açılacaq və daha sonra Docs-a giririk, dokumentasiya hissəsinə. Oradan sol tərəfdə installation bölməsi var. Burada buna basırıq. MacOS-da mən bu komandanı yükləməliyəm və bunu kopyalayıram. Komandanı buraya yapışdırıram və çalışdırıram. Yükləmə bitdi. Qayıdaq dokumentasiyaya. Burada add ban to your path var. Bura basırıq. Mən ikincidən istifadə edəcəm burada. Qayıdıram terminal və burada yazıram ki sudo daha sonra nano editləmək üçün bundan istifadə edəcəm və bura yapışdırıram həmin faylın adını. Terminalda yazılmış kodu ora əlavə edəcəm. Bunu belə kopyalaya bilərəm. Paste-ə basıram. Dəyişikliklərimizi reload eləməliyik. Ona görə source-u da çağıracağıq. Daha sonra source və ardına bunu yazıram belə formada. Bu hazır olduqdan sonra artıq React applikasiyasını yükləyə bilərik. Yazıram bura ban create white. White-dan sonra belə bir add latest-ə qoyuram. Bu da çox zaman axırıncı versiyanını yükləməyimiz üçün istifadə olunur. Nöqtə qoyuram, enter basıram. Mən React-ı seçəcəm. React-da da TypeScript-i seçəcəm. Yes-i basıram. Və indi saytımda aça bilərəm necə görsənməyinə baxmaq üçün. Bu normalda npm create-nə yazanda fərqli UI verir, amma banla yazanda belə bir UI gətirir bizə. Amma ikisi də eyni formada işləyir, ikisi də source API TSX-in içərisində fayl editləmək mümkündür, eyni şeylərdir.